Xanımlar, indi mən sizlərə saytdan qeydiyyat etməyi öyrətmək istəyirəm. Baxın, Google-a daxil oldunuz. Burada Faberlic hesabına daxil oluruq. Şəxsi kabinetə. Baxın, profil yerinə daxil olun. Oradan şəxsi kabinet. Buradan isə qeydiyyat. Sayt açılır. Baxın, rəhbərin nömrəsi hal-hazırda mənim nömrəmdir. Ancaq mən digər qızımızın üzərinə etdiyim üçün onun login kodunu yazıram. 743 566 290. İndi qeydiyyat edəcəyim şəxsin məlumatlarını xanalara doldururam və bir şey qeyd edim ki, bax bu ulduzlanmış hissələr var ha xanalar. Hansındakı ulduz var? Bax görürsünüz ata adında ulduz yoxdur. O olmasa da, o məlumat olmasa da vacib deyil. Ancaq bunların hər biri olmalıdır mütləq. Hardakı ulduz gördünüz, o xananı mütləq doldurmalısınız. Bir də bir şeydə qeyd edim ki, baxın indi burada tarixdə hal-hazırda indiki tarixi göstərir. Ancaq mən yazmalıyam 24. Burada çalışın nöqtələri silməyin. 03 2007. Cinsi qadın. Sonra mobil telefon Azərbaycan bölməsini seçirsiniz. Baxın, aşağı doğru çəkin, ünvan, Bakı. Burada Bakını seçmənizə rəğmən, baxın, bura yazsanız da düşməyəcək. Onun üçün yaşayış məntəqələri yazılı bir Bakı. Onun üzərindən vurun, ondan sonra da seçməyə daxil olun. Baxın, gördünüz, indi düşdü. Ev, məsəl üçün 7 yazın, adi bir rəqəm yazın. Fərqi yoxdur. Kod sözü də 1, 2, 3, 4, 5 məsəl üçün yazdıq. İndi yadda saxlayın. Bir də təsdiqləməlisiniz ki, o kod həmin o məsləhətçiyə getsin. Yadda saxlayın. Bu qədər xanımlar. İndi isə həmin xanım kodu sizə atır. Baxın. Artıq xanım qeydiyyatdan keçib.